İnsan doğmasını və ya sevdiyi birini itirəndə bəzən qəribə şeylər hiss eləyə bilər. Sanki onu görürmüş ya da səsini eşidirmiş kimi hallar yaşanır. Bu insanları qorxuda bilər. Amma bilin ki, bu çox vaxt normaldır. İnsan yaxınını itirəndə beyin buna dərhal alışa bilmir. Yaddaşda qalan görüntülər, xatirələr bəzən o qədər güclü olur ki, sanki gerçək kimi hiss olunur. Xüsusilə gecə yatanda və ya səhər oyananda qısa, anlıq belə hallar yaşana bilər. Bəziləri bunu ruh tutma kimi qiymətləndirirlər, amma bu ruh tutma deyil. Elmdə bunun adı yas reaksiyasıdır. Yəni, beynin kədərə verdiyi təbii cavab. Zaman keçdikcə bu hisslər azalır. İnsan yavaş-yavaş həyata yenidən uyğunlaşır. Amma əgər bu hallar uzun çəkərsə və həyatınıza mane olarsa, mütəxəssisə müraciət etmək vacibdir. Ağrı zamanla azalır və həyat davam edir. Allaha əmanət olun.